Salamünaleyküm bizi izleyenler. Deməli bir otağı qurtardıq. Nə isə demək istəyirdim. O bəziləri yorumlarda yazır ki, şaybə lazımsız şeydir. Şaybə nəyə lazımdır? Onlara cavab olaraq bu videonu çəkmişəm. Həmin o şaybanı lazımsız bilənlərə demək istəyirəm ki, qardaş, bu şayba. Yəni bunun altında bu boyda patlatka var da. Bunun üstündən şaybasız vuranda şurupun buradakı diametri 12'dir. Bu 12 basırsan elə pambıq kimi girir şurubun içinə. Şaybanı qoyanda şayba bunun abyomunu basır dartır aşağı. Basır dartır aşağı. Təsəvvür edir ki 3 dənə şurub vursan şaybasız, bir dənə şayba 3 dənə şurubdan da güclü effekt verir. Yəni basır laqanı salır aşağı. Mən əslində yorumlara cavab vermək məcburiyyətində deyiləm. Sadəcə bu videoları çəkirəm ki, bilməyənlər də, başa düşməyənlər də yorumlar bəhanə olaraq başa düşsünlər ki, söhbət nədən gedir. Sağ olun, izləmədə qalın. İnşallah növbəti videolarda çəkib paylaşacağım.